Mən İbrahim Ovalim Mətləboğlu 1988 təvəllüd Laçın rayonu Qarakeşli kəndindən keçmiş məcburi köçkünəm. Hal-hazırda Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən 245 saylı məcburi köçkünlər qəsəbəsində ev 105 ünvanında yaşayıram. Möhtərəm cənab prezident, mənə olan haqsızlıqlardan, mənə olan müsibətlərdən qurtulmağım üçün sənə bir Azərbaycan vətəndaşı kimi yalvarıram, xahiş edirəm. Buradan Kamran Əliyev cənablarından xahiş edirəm, kömək istəyirəm. Buradan vilayət çox hörmətli vilayət müəllim, Daxili İşlər Nazirliyi vilayət müəllimdən də kömək istəyirəm özümə bir Azərbaycan vətəndaşı olaraq. Belə ki, yoldaşım İbrahimov Xəyala uğurlu qızım 03.03.2020-ci ildə Laçın rayonunun məşğulluq qeydiyyatında rəsmi olaraq işə götürülüb. Bizim onu da deyim ki, möhtərəm cənab prezident, ailə vəziyyətimizin acınacaqlı olduğu üçün həmin 2020-ci ildə yoldaşım İbrahimov Xəyala bir süpürgə işinə, vakansiyasına rəsmiləşdirdi ki, mərhələli şəkildə iş növbəsi çatar, biz də bir süpürgə işini bizə də verərlər, biz də halal gedib işimizi görüb, balamıza bir şey çörək pulu qazanarıq, balamızın aziyyatızdırmarıq, uzun illər ki, bir qarnı az balam, bir qarnı üç körpəm qanaqlı tox yatıblar ki, bundan ki, aidiyyatı qurumların xəbəri olsa da, yığ məşğulluq idarələri, Laçın rayon icra hakimiyyətimiz haqqı nəzərində 4 il təhbit ömrü qəbullarında olsam da, mənim acınacaqlarımı bilsələr də bugünə qədər mənə qarşı bir köməkdarlıq və vətəndaşın acınacaqlı problemi olduğu halda köməklik eləməyiblər. Nəhayət 2020-ci ildə yoldaşım İbrahimov Xəyala uğurlu qızı Laçın məşğulluğunda işsiz kimi qeydiyyata götürülüb. Üstündən təxmini 4 il təxmini 8-9 ay keçməsindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin məşğulluq alt sistemindən vakansiya, süpürgə işinə, vakansiyasına yoldaşımın adından göndəriş gəlib. Ağcabədi məşğulluq idarəsi var, Rauf müəllim, ona göndəriş var. Rauf müəllim mənə zəng vuraraq yoldaşın boş iş yerinin olmasını bildirib. Kommunal idarəsinin məsləhəsində, kommunal idarəsinin məsləhəsinin Səyyah müəllim var, ona yaxınlaşmışam. Taxta Körpüdə fəaliyyət göstərir, kommunal idarəsinin müdür kombinatı. Nəhayət rüşvət qarşılığında mənim yoldaşımın işini başqasına satıb, öz cibləri, öz manaviyələri uğrunda mübarizə apardı. Baş verənləri Aqil Nəzəri Laçın rayonu başçısına da bildirdim, köməkdarlıq olunmadı. Nəhayət bundan sonra bu ayın 5-ci ayda vakansiyanı Səyyah müəllim rüşvət qarşılığında satdı. Sonra ondan üstündən 3-4 ay keçməsindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mərkəzi elektron sistemində, məşğul alt sistemində vakansiya yenə göndəriş yoldaşımın adına, yenə rüşvətxor məmur Səyyah müəllimə yenə göndəriş verildi. Yenə də gözləri doymadı. İkinci dəfədən mənim yoldaşımın adına gələn işi Səyyah müəllim rüşvət qarşılığında başqasını rəsmiləşdirdi. Mənə bir sual maraqlıdır ki, Səyyah müəllim, Yeşkək və Məşğulluq İdarələri Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli, əgər bu iş mənim yoldaşımın adına gəlirsə, bir dəfə rüşvət qarşılığında satdığı Laçın rayonunun prokurorluğunda bunu məlumat vermişəm ki, başıma gələn budur. Hala Səyyah müəllimin bərasında nə qədər arxayınçılıq olasan ki, səndən şikayət vermişəm Laçın rayon prokurorluğuna. Sənin barağında Laçın rayonunun prokuroru tədbir görə, sən hala rüşvət gözünü örtüb qan. Bir dəfə işini ayın 5-ci ay vakansiyanı budur göstərirəm, rəsmi olaraq satmısan. İkinci də oktyabr ayının 6-sında yenə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən yenə yoldaşımın adına sənə vakansiya boş iş yeri göndərilib. Yenə də bunu rüşvət qarşılığında başqasını rəsmiləşdirmək. Mənə bir sual maraqlıdır ki, əgər məşğulluq idarələri Səyyah müəllim və YEK və məşğulluq idarə Rauf müəllim Ağcabədi məşğulluq. Əgər bu vakansiya mənim yoldaşım təmin olunmayacaqdısa, sən məni o zaman nəyə borc xərcisinə salıb, mən borc alıb, borc içində itdiyim halda, borc içində itdiyim halda, sən məni borc içində olmağımı bildiyin halda, mənə yalandan yoldaşımın adına vakansiyanı rəsmi göstərdirsən, amma məndən 10 gün qabağa demirsən, bunu gizlədirsiniz, dolayı yolla rəsmiləşdirirsiniz yoldaşımın vakansiyasına, başqasını, aralarınızda bölürsünüz, belə çıxır ki da bunu. Səyyah müəllim, maraqlı şəxslərdən aranda bunu bölürsən də, hərrədə çarpımsan yoldaşımın süpürgə işini, dövlət əmlakını saxta yolla mənimsəyib, yeyirsən, talayırsan bu öz yerində. Sən gözün doymadı yoldaşımın boş süpürgə vakansiyasını satdığı hərrədə qoymuşsan, yemisən.
Gözün doymur səni. Gedəndə bu dünyadan heç kim özündən ləli cavahir aparmayacaq. O yığdıqların haram burada qalacaq. Gedəndə o dünyaya onu bil ki, 1 metr ağ, 2 metr ağ qismətin ola olmaya. Bəs sən heç mi vicdanın olmadı, heç mi azmırsan ki, biz vətəndaş acınacaqlı üç gələcəyin əskərin böyüdürəm. Hər hansı təsərrüfatda mənmədən qazancım yoxdur. Sən mənim bu işimi satdın, ayın ikisi 5-ci ayda verilən vakansiyanı satdın başqasına. Bəs ikincini niyə satdın? Bəs bunu əgər satırdınızsa, verirdinizsə, rəsmiləşdirirdinizsə başqasını, Səyyar müəllim, bəs mənim bu işimi o zaman məşğulluq idarələri bunu mənə nəyə göndərdiniz? Mənə nisbət yatmaq üçün ki, vətəndaş narahat olmaya hara şikayət edirsən, yəni vaxt yenə də sənə verirəm, işini yenə də vermişəm, hara müraciət edirsiniz edirəm. Beləliklə yuxarı hakimiyyət orqanlarında möhtərəm cənab prezident, boşluğun olmasını şahidi oluram. Xahiş edirəm ki, mən danışsam problemimi 2 saatlarla, 1 sutkalarla problemim qurtarmaz. Xahiş edirəm mənə olan haqsızlıqları Azərbaycan xalqı bu pil üst düyməsini xahiş edirəm takibi çox görməsinlər. Bəlkə bu ictimaiyyətə çatsın, möhtərəm cənab prezidentə, yuxarı baş prokurorluğumuz Kamran Əliyev cənablarına çatsın, Vilayət Eyvazov cənablarına çatsın, çox hörmətli. Xahiş edirəm ki, problemimi işıqlandırasınız və mənə aidiyyətli qurumlara göstəriş verəsiniz, mənə olan haqsızlıqlara layiqli Səyyar müəllim kimi rüşvətxor məmurların layiqli cavabını verəsiniz. Möhtərəm cənab prezident, bir xadimə işi ilə yoldaşımı təmin etməliyə göstəriş verəsiniz aidiyyətli qurumlara. Möhtərəm cənab prezident, sənə əvvəlcədən təşəkkür edirəm. Azərbaycan, dəyərli Azərbaycan xalqıma təşəkkür edirəm.